Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün sizə elə bir mənzil göstərirəm ki, burada hər bir şey var. Mebel, texnika tam olaraq təmin olunub, əlavə heç nə almırsınız, sadəcə gəlib yaşayırsınız. Yerləşir Nərimanovda. Nərimanov metrosuna piyada 7-8 dəqiqəlik maksimum məsafədədir. Metro parka yaxındır. Yeni bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdıracağam. Başlayırıq elə mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Buranı göstərək. Giriş qapısından daxil olduqda sağ tərəfdə bu hissədə gözəl, deməli, əyləşmək üçün yer nəzərə alınıb, paltar asmaq üçün hər bir şey nəzərə alınıb. Bu hissədə şkafımız yığılıb. Yuxarı hissələrdə eyni ilə şkafdır, dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı hamısını tam rahat yerləşdirə bilərsiniz. Döşəməsi qranit isti döşəmə ilə təchiz olunub. Giriş qapısı ilə üzbəüz burada tresuarımız var. Dekorumuz yerləşdirilib. Arxası Venesianka boya və lepka daraqlardan istifadə olunub. İşıqlandırmasında lüstr və spotlar, eyni zamanda gizli işıq da var. Mərkəzdə böyük lüstrumuz, bura işıq. Yəni hər bir şey bu mənzildə ideal səviyyədədir. Otaqların yerləşməsini nəzərə çatdırın. Sağda burada birinci mənzilin sanitar qovşağı yerləşir. 2 yataq otağı da burada. Buradan isə daxil oluruq mənzilin yataq otağına. Yeni mənzildir və mənzildə də təmirdən sonra yaşayış olmayıb. Bura mənzilin qonaq otağıdır. Videonun əvvəlində dedim, bütün əşya ilə təmin olunub. Deməli, burada nəyimiz var? Divan, kreslo, 5 nəfərlik masamız yerləşdirilib orada. Mərkəzdə jurnalimiz var. Tavan hissənin gözəlliyini göstərək. Lüstr, spotlar, bu hissədə bura işıqlar yerləşdirilib. Ümumilikdə mənzil işıqlı mənzildir. Divarda yenə eyni ilə Venesianka boya və lepka daraqlardan istifadə olunur. Üzbəüz burada TV stendimiz yığılıb. Aşağı hissəsi şkafdır. Televizorumuz da yerləşdirilib. Arxa hissəsində yenə Venesiankadan istifadə olunub. Döşəməsi parketdir. Mənzil nəzərə çatdırım ki, 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə qonaq otağından ara kəsmə şüşə qapı ilə ayrılır. Yəni mətbəximiz burada yerləşir. Yeni mətbəx mebelimiz yığılıb. Burası dediyim kimi isti döşəmədir. Sağ və sol şkaflar kifayət qədərdir. Üstü mərmərdir. Dediyim kimi bütün texnika ilə təmin olunub. Soyuducumuz, burada qab yanımız, paltar yan, yəni əlavə heç nə almırsınız. Heç nəyə ehtiyac yoxdur. Sobalarımız da yerləşdirilib. Dediyim kimi şkafda kifayət qədərdir. Dərinlik də ideal səviyyədir. Deməli, yuxarı hissələrdə şkafdır. Belə, burada nə var göstərdim. Keçək mən sizə göstərim digər otaqları. Və nəzərə çatdırdım ki, burada kondisionerimiz də var. Kondisioner kimi hər şey quraşdırılıb. Gəlin buradan mən sizə göstərim mənzilin sanitar qovşağını. Gözəl, maraqlı, teksturalı qranitlər seçilib ümumilikdə. Tam olaraq aksesuarlarla təchiz olunub. Divar içi unitazımız gözəl bir moydadır. Sol tərəfdə duş kabinimiz var. İçərisi də kifayət qədər genişdir. Tam rahat sanitar qovşağımız var və orada təbii ki, isti döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin yataq otağına, yəni əsas yataq otağına. Təxmini ölçüsünü sizə deyim, 22-23 kvadrat olar. Yəni təxmini ölçüsünü nəzərə çatdırım. Bayaq qeyd etmişdim, döşəməsi parketdir. Yataq dəstimiz tam olaraq yığılıb. Görürsünüz, taxtımız, arxa hissəsi qutba ilə işlənilib. Sağ və sol güzgülər, bura işıqlar, mərkəzdə gözəl böyük lüstrumuz, spotlar, hər şey qaydasındadır. Buradan mənzilin eyvanına çıxış var. Bir eyvanı var. O eyvana həm bu yataq otağından, həm də digərindən çıxış var. Oranı da göstərəcəm. Televizorumuz yerləşdirilib. Bu hissədə make-upımız, aypara güzgüdən istifadə olunub və yataq otağının bu hissəsində divar hissəsi, yəni şkafımız yığılıb. Əşyalarınızı yerləşdirmək üçün, yəni kifayət qədər yeriniz var. Bu barədə narahat olmağa dəyməz. Yəni otaqda da kondisionerimiz var. Gəlin mən sizə göstərim ikinci yataq otağını, sonra mənzilin məlumatını, kvadratını, qiymətini hamısını nəzərinizə çatdıracağım. Bura isə mənzilin ikinci yataq otağıdır. Yəni buranı uşaq otaq kimi də istifadə edə bilərsiniz. 2 dənə taxtımız yerləşdirilib. Arxa hissəsi yenə eyni ilə işlənilib. Buradan bayaq dediyim kimi eyvana eyni ilə çıxış var. Kondisionerimiz orada, televizor yerləşdirilib və yataq otağının bu hissəsində yenə şkafımız var. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir Nərimanovda.
Nərimanov metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. 73 kvadrat ölçüyə malikdir. 10-cu mərtəbədə yerləşir. 16 mərtəbəli binanın 10-cu mərtəbəsində binanın geniş həyəti, yeraltı avtodayanacağı, yəni hər bir şeyi var. Gördüyünüz şəkildə satılır. Bütün mebel, texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 365 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.